Sizi salamlayıram, hörmətli izləyicilər. Bugün mən ana sütü ilə qidalanma haqqında danışmaq istəyirəm. Ana sütü ilə qidalanan uşaq sağlam olur. Ana sütü ilə qidalanan uşaq fizioloji cəhətdən, psixoloji cəhətdən birinci növbədə sağlam olur. Ona görə ki, o anasına bağlanır. Gözə görünməz tellər vasitəsilə, emosional olaraq ana sütünə qəbul edən uşaqlar analarına bağlanırlar, həyata bağlanırlar. Gələcəkdə bağçaya gedəndə ətrafla yaxşı bağlantı qura bilirlər. Nə qədər alimlər fikirləşiblər, amma ana sütünə yaxın heç bir əlavə qida tapa bilməyiblər. Ən yaxşısı da ana sütündən dəfələrlə pis keyfiyyətlidir. Ana sütü əvəzsizdir. Nəyə görə? Ona görə ki, onun tərkibində probiotik var. Ona görə ki, onun tərkibində sümüyün inkişafı üçün lazım olan minerallar var. Uşaq ana sütü ilə qidalanarkən onun çənə sümük sistemi normal inkişaf eləyir. Sümükləri normal inkişaf eləyir. Məsəl üçün 3-5 günlük südlə bir aydan sonra əmələ gələn süd fərqlidir. 4-5 aydan sonra əmələ gələn süd fərqlidir. Uşağın böyümə dönəminə görə ana sütünün tərkibi dəyişir. Analar özləri də əsl analıq hissini yaşayırlar və uşaqlarına qarşı əsl ana kimi özlərini hiss eləyirlər. Əziz gəlinlər, həkimlər çox istəyirlər ki, siz uşaqlarınızı ana sütü ilə böyüdəsiniz. Çünki həm uşağınız sağlam olacaq, həm də özünüz uşaqla daha yaxşı bağlantı qura biləcəksiniz. Diqqətinizə görə çox sağ olun.